birləşmələr. Mən nitro birləşmələr ümumi CN H2N plus 1 NO2 formuluna malik olan birləşmələrdir. Molekulunda karbhidrogen radikalı var belə və NO2 yəni nitro qrup var. Bu karbhidrogen radikalı bir neçə ədəd ola bilər. Daha doğrusu NO bir neçə nitro qrup olan üzv birləşmələr ola bilər, amma biz bir nitro birləşmə olan qrupu keçəcəyik. Bir neçə nitro birləşmə aromatik birləşmələrdə orada keçmişik. Məsələn, tolol 2, 4, 6 trinitro tolol var orada. Alkil radikaldırsa belə aromatik yox. Alkil radikaldırsa bir nitro qrup olur. Məsəl üçün CH3 NO2, C2H5 NO2, məsələn, bunun adı nitrometan, nitroetan, C3H7 NO2, nitropropan və s. Yəni nitro alqanlardır. Nitro birləşmələri beynəlxalq üsulla adlandırmaq üçün nitro birləşmənin tərkibindəki radikala uyğun gələn karbhidrogen qarşısına nitro sözü əlavə edirik. Məsələn, deyir ki, nitrometan, nitroetan, nitropropan, bəzən benzol C6H5 yəni fenin radikalı biz qoysaq bura, nitrobenzol və s. Dediyim kimi 3 əgər nitro qrup varsa, məsəl üçün 2, 4, 6 trinitro tolol var. Biz tololun nitrat turşusundan, 3 mol nitrat turşusundan reaksiyasını yazanda biz almışdıq. Trotil adlanan partlayıcı maddə idi. Burada artıq 3 nitro birləşmə var. Eyni zamanda fenoldan da bunu yaza bilərdik. Fenoldan da 2, 4, 6 trinitro fenol və ya pikrin turşusu, bu da partlayıcı maddə kimi istifadə olunurdu. Deməli, ondan Birinci Dünya müharibəsində top mərmilərin hazırlanmasını istifadə olunur. Pikrin turşusudur, onun duzlarıdır. Duzlar, məsəl üçün, bax, bunların natrium OH-dan reaksiyasından hidrogen natriumla əvazə alınmaqdan pikratlar deyirlər. Belə bir duzlar alınır. Birinci Dünya müharibəsində bomba hazırlanmasında istifadə olunur. Silah hazırlanmasında, top mərmilərin hazırlanmasında istifadə olunur. Sonra, bunlarda izomerlik var. Nitro birləşmələr amin turşularla siniflərarası izomerliyə əmələ gətirir. İzomerlik hadisəsi həm siniflərarası, həm sinif daxil olur. Deməli, nitro qrupun zəncirdə yerinə görə var. Karbhidrogen radikalının quruluşuna görə izomerlik var sinif daxilində. Məsəl üçün, mən götürüb NO2 qrupunun yerinə görə bir var propil götürüb yazıram, propil. Bu olacaq, deməli, normal qrupusu götürürəm propil radikalı NO2 və ya mən götürürəm radikalı izopropil radikalı götürürəm. Yəni NO2 qrupunun yerini dəyişirəm. O dəfə mərkəzə yerləşdirirəm. CH3. Deməli, nitropropan, nitroizopropan belə bir birləşmələri aldıq. Deməli, NO2 qrupunun yerini dəyişməkdir. Və ya NO2 qrupunun yerini dəyişmirəm, olduğu kimi saxlayıram. Sadəcə zəncirdə dəyişiklik edirəm. Məsələn, bu butil radikalından başlayır. CH3, CH2, 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 NO2. Mən bu dəfə bura izobutil yaza bilərəm. CH3, CH, CH3, CH2 və NO2. Yəni, butil və izobutil radikalları qoymaqdan belə bir adlandırma apara bilərik. Yəni, daha doğrusu izomeri ala bilərik. Deməli, sinifin daxilində həm NO2 qrupunun yerini dəyişməkdən, həm də ki, radikalın formasını dəyişməkdən biz izomeri hadisəsini ala bilərik. Nitro birləşmələrdə azot 4 valentlidir, oksidaşmə dərəcəsi isə müsbət 3-dür. Elə bilin ki, bu nitrit turşusuna oxşur. Elə bir ki, HNO2 yoxdur. Orada hidrogenin hər hansı bir radikalın əvəz olunmasına. Nitrit turşusunda necədir onun oksidaşmə dərəcəsi? Mənfi 2, vuraq ki, mənfi 4 hidrogen müsbət 1, onda azot olacaq müsbət 3, oksidaşmə dərəcəsi müsbət 3, amma valenti isə 4-ə bərabər olacaq. Deməli, azot sp2 hibrid halında olacaq bunların içərisində. sp2. Sonra aromatik karbhidrogenlər digər karbhidrogenlərə nəzərən daha asan nitrolaşır, daha asan nitro birləşmələri. Biz məsələn alkanın nitrolaşma reaksiyasına baxmışdıq. Konovalov reaksiyasıdır, amma aromatik birləşmələrdə bu daha asan baş verir nitrolaşma hadisəsi. İstəyir tolol olsun, istəyir
fenol olsun, tərkibində aromatik halqa olan birləşmələrdir. Eyni zamanda benzol özü də 1 mol nitrat turşusuna reaksiyaya daxil olurdu. Toluol 3 mol 2,4,6 vəziyyətdə. Amma benzol deməli 1 mol nitrat turşusuna reaksiyaya daxil olurdu və nitrobenzol alınır. Nitrobenzol alınır. Bu belə. Sonra başqa alınma üsulları onların halogenli törəmələrini götürüb onu da hər hansı bir nitrit duzuna reaksiyasını yaza bilərik. Məsəl üçün C3H7 xlor götürürəm, onun üzərinə natrium nitriti əlavə edəsəm, o zaman natrium xlor üstə gələk C3H7NO2, yəni nitro birləşmə, belə bir nitro birləşmə alacam. Üstə gələk natrium xlor. Nitro birləşmələrin mühüm kimyəvi xassələrindən biri hidrogenlə onların reduksiya olunmasıdır və aminlərin əmələ gəlməsidir. Bunu həm aminlərdə deyirik, həm nitro birləşmələrin xassəsi kimi deyirik. Məsəl üçün götürürəm nitro birləşmə, onun hidrogenlə istəyir. Atomlar olaraq 6 mol hidrogen götürüm və ya molekülər olaraq 3 mol H2 götürüm. Fərqi yoxdur. Bu zaman RNH2, yəni nitro birləşməyə aminlərə çevrilir və buradan su əmələ gələcək. Belə. Deməli, nitro birləşmələr nitrolaşma reaksiyası ilə alınır. Nitro birləşmələr nitrolaşma reaksiyasına alınır. Konovalov reaksiyası biz bunu alqanlarda keçmişdik. Eyni zamanda benzolun da nitrolaşma reaksiyasını yazdıq. Dedim ki, metan olsun, nitrolaşmasına nitrometan alınır. Bu Konovalov reaksiyası. Orada nitrat turşusunun, duru nitrat turşusunun iştirakında o reaksiya aparılır katalizator olaraq. Eyni zamanda aromatik birləşmələrdə burada duru nitrat götürülür. Aromatik birləşmələr də daha asan nitrolaşma reaksiyasına daxil olur. Ancaq 1 mol nitrat turşusuna reaksiya daxil olacaq. Amma kənarda hər hansı bir qrup görsək, metil qrupu və ya hidroksil qrupu artıq 2,4,6 vəziyyətdə nitrolaşma reaksiyası gedəcək və mühüm hadisələrindən biri nitro birləşmənin hidrogenlə reduksiyası reaksiyasıdır ki, biz də onu yazdıq, qeyd etdik. Bu belə. Sonra nitro birləşmələrdən qurtardıq, keçdik aminlər. Aminlər deməli tərkibində metil qrupu və amin qrupu olan birləşmələrdir. CH3, NH2 metil qrupu və amin qrupu olan birləşmələrdir. Metil amin deyilir. Məsəl üçün mən götürüb C2H5 NH2 qoysam etil amin və s. Metil qrupu deməli aromatik aminlər də var, amma alkil qrupu NH2 qrupu olan birləşmələrdən mən yazmışam. Kənarda istənilən cür qoymaq olar bu radikalları. Tutaq ki, mən radikalı dəyişirəm. CH3, CH, CH2, CH3. Mən bu dəfə NH2 qrupunu gətirib ikinciyə qoyuram. Bu olacaq ikili butil radikaldır. İkili butil amin. Və ya mən beynəlxalq üsuldan bunları adlandırmaq üçün, beynəlxalq üsuldan, deməli, neçənci karbon atomunda birləşibsə amin qrupu, NH2 qrupu, onun yerini göstərsəm. 1, 2, 3, 4. 2 amin butan turşusu. Daha doğrusu 2 amin butan. Turşu yox. Hələ 2 aminlərdən söhbət edir. 2 amin butan yazılır. Və ya mən götürürəm deməli CH3, CH3, CH2, NH2. Burada amin qrupu hara yaxınsa oradan nömrələyirəm. 1, 2, 3. Bunun deməli bir adı izobutil amin deyə bilər. Çünki izobutil radikaldır. Beynəlxalq adı isə bu olacaq birinci amin qrupu birləşib. Amin qrupunun yerini göstərəm. Birinci amin göstərəm. 1 amin, 2 metil propan. 1 amin, 2 metil propan. Yəni səmərəli adlandırma zamanı amin sözü radikala birləşdirilib oxunur. Məsələn deyirəm ki, propil amin, ikili amin, izobutil amin, izopropil amin və s. Beynəlxalq adlandırmada NH2 qrupu tərəfindən nömrələyirik. Oxuyanda birinci amin sözünü oxunmalıdır. Amin tərəfindən nömrələyirik. Amin sözünü də deyirik. 1 amin, 2 metil propan. Və ya məsəl üçün o birində dedik ki, ikinciyə birləşib amin, 2 amin butan. Bir dənə nümunə yazaq. Məsələn, CH3, CH, CH3, burada yazıram NH2. Bax, bunun səmərəli adı olacaq ki, izopropil amin, amma beynəlxalq adı nömrəliysən. Fərq yoxdur. Hər iki tərəfdən nömrələyəndə ikinciyə düşür. 2 amin propan turşusu olacaq. Propan olacaq. Hətta da turşusu deyirəm. Və ya mən götürüb CH3, CH2, CH2, NH2 qoysam,
propil amin veya 1 amin propan vesaire. Yani bu yoldan adlandırılır. Bunlar birli aminlərdir. Çünki bir NH2 qrupu var. Yəni bir R və bir NH2 qrupu varsa, bunlar birli aminlərdir. Bir də var ikili aminlər. İkili aminlər artıq NH2 yox, NH qrupu olacaq. Yəni burada ikili amin demək ki, iki tərəfdən radikaldan əhatə olunur. İkili aminlər və misal olaraq götürə bilərəm CH3, NH, CH3. Məsələn, bunun adı dimetil amin. Və yəni götürürəm CH3, NH, mən bu dəfə bura qoyum izopropil radikalı. Məsəl üçün, bura qoya bilərəm izopropil radikalı olacaq metil izopropil amin. Və ya götürürəm CH3, CH2, NH, burada CH2, CH3, dietil amin və s. Dietil amin və s. Ya da yəni bu formada göstərə bilərik. Radikallar dəyişə bilərsiniz. Diizobutil amin. Yəni belə deyək də, artıq hidrogenin amonyak deyil. Amonyakda bir dənəsi əvəz olunanda birli amin, ikisi əvəz olunur. İkili amin, artıq üçü də belə əvəz oluna bilər. Olacaq üçlü amin. Məsəl üçün götürürəm R, N, R, R. Artıq oldu üçlü amin. 3 dənə metil qrupu qoya bilərəm məsələn bura. 3 metil qrupu qoysam, olacaq trimetil amin. Və ya bir dənə metil qoyuram, N qoyuram, metil, dəyişirəm, etil radikalı qoyuram. Bu olacaq dimetil, etil amin. Yəni 3 dənə buradan radikaldan əvəz olunur. Deməli, aminlərdə də azotun valenti nəyə bərabərdir? NH3-də onun valenti nəyə bərabərdirsə ona. NH3-də valenti nəyə bərabərdir? Valent 3-dür, düzdür? Oksidaşma dərəcəsi hidrogen müsbət 1, azot olacaq mənfi 3. Deməli, valent 3, oksidaşma dərəcəsi mənfi 3. Yəni, amonyakda nə görürsən, burada da eynən bu ardıcılıqla davam edəcək. Sonra, deməli, alkil aminlərin, indi hər hansı R yox, ümumi formundan göstərim. CN H2N plus 1 NH2 formuna malikdir, ümumi formulalar. CN, karbonun sayı N, hidrogenin sayı 2N plus 3, çünki 2 də buradakı hidrogeni gəlirəm. Azotun sayı 1, ümumi atom sayı eləyəcək 3N üstə gələk 4, ümumi sigma sayı, ümumi atomdan alfa, bu alfatik quruluşdur. Ümumi atomdan 1 var təskik, yəni burada eləyəcək 3N plus 3. İndi baxaq görək, deməli, qeyri-polyar sigma karbon atomunun sayından 1 var təskikdir. İstənilən hər hansı birli amini yazsaq, onu müşahidə edə bilərik. Məsəl üçün götürürəm propil amin. Yenə məndən qeyri-polyar rabitələrin sayı 1, karbon-karbon arasında olan rabitələrin sayı olacaq N-1. Polyar sigma rabitələrin sayı isə burada deməli nə qədər olacaq polyar sigma rabitələrin sayı? Polyar sigma rabitələrin sayı 2N plus 1, bu karbon-hidrogen arasında olanlardır. 2N plus 1. Sonra karbon-azot arasında olan bir dənədir. Baxın, 2N plus 1, karbon-hidrogen. Karbon-azot arasında da bir dənə, sonra bu 2 olmalıdır. Azotdan da hidrogen arasında 2 dənə. Azot, hidrogen. Yəni, cəm elədi 2N plus 4 dənə. Deməli, polyar sigma rabitələrin sayı, yəni bunu özümüz çıxartmalıyıq, istənilən birləşmədən. İndi gəldik hibrid orbitalların sayı. Burada hibrid orbitalların sayı azot da hibridləşmiş vəziyyətdədir. Azot amonyakda necə? Burada da elə. 4 hibrid orbitalı var. Karbonlar da doymuş olduğuna görə, doymuş alfatik aminlər olduğuna görə, karbonlar da sp3 hibrid vəziyyətindədir. Bəhrəsində 4 dənə olduğuna görə 4N plus buradakı azot 4N plus 4 dənə sp3 hibrid orbitalı var. Amma onlardan biri, necə ki azotda deyirdik, 4 hibrid orbitaldan 3 rabitədə iştirak edir. Bəli, burada da 4 dənədən 3 iştirak edir. Biri karbon-hidrogen arasında, karbon-azot arasında əlaqə yaranmalarına kömək edir. İkisi isə hidrogenlə birləşib. Yəni, burada olacaq nə qədər? 4N plus 3 dənə sp3 hibrid vəziyyətində olan sp3 hibrid rabitə əmələ gəlməsində iştirak edir. Qeyri-hibrid isə burada olacaq hidrogenlərin sayı qədər 2N plus 1 radikalda plus da 2 dənə azot hidrogen arasında, yəni hidrogenin orbitalları iştirak edir. Yəni hidrogenlərin sayı da ümumiyyətlə nəzərdə tutulub. 2N plus 1 dənə burada, 2 dənə də azotdan birləşmiş elədi. Deməli 2N üstə gələk 3 dənə də qeyri-hibrid elədi. Deməli hibrid 4N üstə gələk 4. Rabitədə iştirak edən hibrid isə 4N üstə gələk 3, qeyri-hibrid 2N üstə gələk
Hamısını dedik. Ümumi atom nə qədərdir? Sigma rabitənin sayı nə qədərdir? Polyar rabitələrin sayı nə qədərdir? 2n+4. Qeyri-polyar rabitələrin sayı n-1. Və hamısını dedik, gəldi. İndi proton sayı, neutron sayı hesablamaq asandır. Qoyub yerinə edə bilərik. Yenə də eləyək. Deməli, karbon sayı 6-dır. Vuranla 6n, hidrogen 2n+1. Azotda 7, hidrogenlə nə daraqsaq, proton sayı eləyəcək 8n üstə gələk 10. Sonra neutron sayı isə hidrogenlər nəzərə almırıq. Hidrogenlər çıxandan sonra 6n+7 olacaq. Ümumiyyətlə, emer isə hamısını yeni qoyub kütlələrini hesablayırıq. Bu da eləyəcək 14n üstə gələk 7. Bu da oldu kütlə. Aminlərdə izomerlik, nitro birləşmələrdə izomerlik dedik. İndi aminlərdə izomerliyə keçək. Aminlərdə izomerlik 3 səbəbdən yaranır. Karbohidrogen zəncirinin quruluşuna görə izomerlik. Məsəl üçün, NH2 qrupuna dəmirəm, karbon zəncirində yaradıram. 1, 2, 3, 4. Bax, karbohidrogen zəncirini yaratdım və amin qrupu. Sonra 1, 2, 3. Burada qoyun. Artıq bu butil radikaldır. Bu isə izobutil radikaldır. Yəni, karbohidrogen zəncirinin quruluşuna görə izomerliyi yaratdıq. Bir də amin qrupunun yerinə görə. Karbohidrogen zəncirinin quruluşuna görə yaratmaq üçün karbonun sayı minimum 4 olmalıdır radikalda. Çünki bunu amin qrupunun yerini dəyişməmək şərti ilə həm butil, həm izobutil kimi bunu edə bilərik. Amma amin qrupunun vəziyyətinə görə izomerlik olanda artıq necə nitrolarda, burada da elə eyni şey deyirik ki, biz burada deməli 3 karbon atomu olan götürə bilərik. 1, 2, 3. Mən burada götürürəm deməli NH2. Burada da 1, 2, 3 NH2-ni bura yerləşdirirəm. Yəni deməyim budur ki, amin qrupunun vəziyyətinə görə izomerlik 3 karbon atomundan başlayır. Deməli, onu dedik. Sonra var bunlarda optik izomerlik. Optik izomerlik özümüz yarada bilərik istənilən birləşmələrdə. Optik izomerlik üçün asimetrik karbon atomu olmalıdır. Karbon 4 müxtəlif qrupdan əhatə olunmalıdır. Biz bilirik ki, aminlərdən söhbət gedir. Karbonu yazıraq, bir dənə amin qrupunu qeyd elədim, NH2. Ondan sonra müxtəlif qrupları yazıraq. Məsəl üçün, ən kiçik nədir? Hidrogen. Sonra gərinə metil. Sonra gərinə etil qrup. Bax, bu formada biz bunu yerləşdiririk. Ona görə də bunlarda asimetrik karbon atomunun yaranmağı və optik izomerliyin başlaması bax bu üzvdən başlayır. Bunun adı nədir? 2 metil, daha doğrusu 2 amin butandan. Çünki amin qrupuna yaxın olan tərəfdən nömrələyirik. Oldu 2 amin butandan başlayır. Bax, optik izomerlik. Yəni optik izomerliyi özümüz baxıb birləşmənin içində tapa bilərik bu belə. İndi gəldik bunların fiziki xassələri. Doymuş aminlər, ilk nümayəndələri, metilamin, dimetilamin, trimetilamin. Bunlar amonyak kimi, amonyak iyi verən qazlardır. Bunların ilk üzvləri. Amma orta üzvləri balıq iyi verən, daha doğrusu xarab olmuş balıq iyi verən mayelər hesab olunur. Deməli, ilk üzvləri də metilamin, dimetilamin, trimetilamin. Yəni bunlar amonyak iyi verən qazlardır. Sonraki üzvləri mayelərdir, xarab olmuş balıq iyi verən mayelərdir. Ondan sonra 12-dən yuxarı isə iyisiz bərk maddələr hesab olunur. Aminlərdə azot qrupu olduğuna görə bunlarda da sudan hidrogen rabitəsi əmələ gətirir. Hidrogen rabitəsi bilirik ki, hidrogenlə fon elementlər arasında olur və burada da azot olduğuna görə bunlarda da hidrogen rabitəsi əmələ gələcək suda, məhlulda. Aminlər təxminən eyni nisbi molekul kütləsi karbohidrogenləri götürsək, onlar da müqayisədə yüksək, həm yaxşı suda həll olur, həm də ki, yüksək qaynama temperaturuna malik olur. Səbəb içərisindəki olan hidrogen rabitəsinin olmağı ilə əlaqədardır. Digərlərində olduğu kimi nisbi molekul kütləsi artdıqca aminlərin suda həll olması azalır və alkil aminlərdə molekul arası hidrogen rabitəsi dəyişir. Birli ikili aminlər polyar NH rabitəyə malik olur. Azot, hidrogen arasında, yəni belə bir rabitəyə malik olur. Birli ikili aminlər, üçlü aminlərdə isə bu olmur. Yəni ona görə də onların molekulları öz aralarında da hidrogen rabitəsi əmələ gətirir. Onların qaynama temperaturları üçlü aminlərə nisbətən böyük olur. Deməli, NH və N arasında, yəni belə bir rabitə deyək də, rabitə spirtlərdə olan OH və oksigen hidrogen rabitəsindən zəifdir. Yəni, baxmayaraq ki, burada da hidrogen rabitəsi var. Oksigen elektromənfiliyi, azotun elektromənfiliyin çox olduğuna görə və burada bu rabitənin gücü spirtlərdəkindən zəifdir. Ona görə də metil amin təxmini eyni molekul kütləsinə malik olan metanoldan daha aşağı
temperaturda qaynayır. Yəni, karbohidrogenlərlə müqayisədə yüksək, amma spirtlərlə müqayisədə deməli aşağı temperaturda qaynayır, çünki orada oksigen elementi var, daha yüksək qaynama temperaturuna malikdir. Ondan sonra gəldik bunların alınması. Deməli, bunların alınmasının bir üsulu nitro birləşmələrin hidrogenləşməsidir ki, bundan danışdıq. RCH2NO2 üstə gələk hidrogen. Bu zaman RCH2, NH2 və su əmələ gələcək. Eyni zamanda götürürəm C2H5OH. Bunun amoniakdan reaksiyasını yazsaq, bu zaman C2H5 amin üstə gələk H2O və ya hər hansı bir halogenin törəməsini götürürəm. C3H7 brom və onun amoniakdan reaksiyasını yazsam, burada 2 mol götürürəm, çünki bunlardan biri NH4 brom əmələ gətirəcək, çünki hidrogenin birini versin və bu da C3H7 NH2. Yəni, bilirik ki, üzvü kimyada elə gəlir reaksiyalar yoxdur, özümüz başa-baş bunu məqsəd amin almaqdır, özümüz bunu düzüb qoşub yarada bilərik. Sonra aminlər deməli nə ola bilər alınmasını dedik, gəldik kimyəvi xassələri. Aminlər üzvü əsasi xassəli maddələrdir və burada necə ki NH3 zəif əsasi xassə göstərir, bunlarda da o xassə var və sudan reaksiyaya girəndə donor akseptor rabitəli birləşmələr əmələ gətirir. Məsəl üçün ki, götürürəm CH3 NH2 üstə gələk HOH. Bu zaman CH3 NH3 OH, yəni belə bir donor akseptor rabitəli birləşmə əmələ gətirəcək. Amillərin suda məxfi olurlar, göyərdir. Ancaq bir dənə fenil birləşməsi olan, daha doğrusu fenil radikalı olan amillər suda həll olmur deyə lakmusa təsir etmir. Deməli, digər amillər suda həll olur deyə hansı amillər bərkləri qoyuruq da qırağa. Suda həll olanlar dedik hansılardır? Hansı amillər ki, suda yaxşı həll olur, onlar təsir göstərir. Onlar yaxşı həll olur suda, ona görə də katalizatora təsir göstərir və lakmusu göy rəngə çevirir. Bir dənə fenil qrupu olan aminləri qoyuruq qırağa. Sonra metil amin götürürəm. Metil amin. Onun sudan reaksiyasına baxsam, bu zamanda yenə də elə bir hidrogen biri keçəcək NH3-ün yanına. Yəni, burada bu dəfə ikili amin götürürəm, fərq yoxdur. CH3-dən 2 dəfə NH2 və OH, dimetil ammonium hidroksid əmələ gətirir. Dimetil ammonium hidroksid. Və ya mən bu dəfə üçlü götürə bilərəm, fərqi yoxdur, azot. Yenə də sudan reaksiyasını yazsam, CH3 3 dəfə, hidrogenin birini verirəm NH və OH, yəni bu dəfə trimetil ammonium hidroksid əmələ gələcək. Sonra nə edən reaksiya girir? Sudan yazdı, H-xlordan, deməli oksigenlə, H-xlordan, H-bromla, nitrat turşudan, sulfatdan hamısını yaza bilərik. Suyu yazdıq, H-xlordan da eynən reaksiya gedir, CH3 NH2 götürürəm. Mən bunun H-xlordan reaksiyasını yazsam, donor akseptor rabitəli birləşmə CH3 NH3 xlor. Yəni bunun da adı olacaq dimetil, daha doğrusu dimetil yox, metil ammonium xlorid. Metil ammonium xlorid. Mən götürürəm CH3 NH2, bu dəfə nitrat turşusundan yazıram, fərqli bir turşu, oksigenli turşu götürürəm. Bu zamanda CH3 NH3 NH3 O NO2 elə bir hidrogenin birini verirsiniz da bura. O olacaq metil ammonium nitrat. Metil ammonium nitrat. Və ya götürürəm metil amin, üzərinə gəlirəm sulfat turşusu. Bu zaman yenə də hidrogenin birini verəcək. CH3, NH3, HSO4. Bax, bu da metil ammonium sulfat. Və ya 2 mol da əvəz oluna bilər. 2 hidrogen, ikisi də hidrosulfatdır. İkisi də əvəz oluna bilər. Sulfat əmələ gələ bilər və s. İndi götürürəm, tutaq ki, 2 metil qrupu olan ikili amin götürürəm. Yenə də H-xlordan reaksiyasından birini verəcək. CH3, 2 mol NH2, xlor, dimetil ammonium xlorid. Və ya götürüb nitrat turşusundan yaza bilərəm. Onda dimetil ammonium nitrat, yəni eynən bu sırayla gedir. Bir dənə də üçüldən birini yazdım. CH3N, üçlü amin götürürəm. Onun bu dəfə nitrat turşusundan reaksiyasını yazdım ki, görək. Bu zaman CH3-dən 3 dəfə NH, O, NO2, yəni bu birini verdik hidrogenin, olacaq trimetil ammonium
nitrat. Nitrat, bax belə. Deməli, bu duzlarda donor akseptor, ion, polymer kovalent rabitələri var, hamısı. Dedim, hidrogen rabitəsi də var. Sonra amonium duzlarında amonium hidroksiddə azotun deməli 4 SP3 hibrit orbitalın hamısı rabitədə iştirak edir. Artıq çünki biz amonium duzlarını almışıq, hamısı iştirak edir. Sonra amonium duzları nə ilə reaksiya girə bilər? Kalium hidroksidlə reaksiya girə bilər. Əsas kimi, məsəl üçün götürürəm CH3, NH3 klor, deməli metil amonium klorid götürürəm. Onun kalium hidroksidlə reaksiyasından bu zaman kalium klorid, metil amin və su əmələ gələcək. Sonra aminlərin əsasları və duzları suda yaxşı həll olur və bir mərhələdə də dissosiasiya edir. Götürürəm elə metil ammonium klorid. Mən bunun dissosiasiyasına baxsam, görərəm ki, bu zaman müsbət yüklü belə bir ion yaranır. Eyni zamanda xlor anionu yaranacaq. İstəyir hidroksil qrupu olsun, yəni də eyni bir şeylər baş verəcək. Sonra alkil radikalın sayı artdıqca, onu deyim ki, alkil radikalın sayı artdıqca, deməli, əsasi xassəsi artır, güclənir. Amma aril radikalın sayı artdıqca əsaslıq azalır. Bunu mütləq bilməliyik, çünki düşür. Tutaq ki, trimetil amin, dimetil amin və metil amin. Mən bunları götürsəm, birinci trimetil aminin əsaslıq xassəsi güclü olacaq. O böyük olacaq dimetil amindən. O da böyük olacaq metil amindən. Sonra o da böyük olacaq amonlikdən. Sonra aril radikallara gəlir. Nə qədər aril radikalı çoxdursa, onun əsaslıq xassəsi o qədər azalır. Baxın. Bax, bu cür formada. Nə qədər alkil radikalı çoxdursa, əsaslıq xassəsi çoxalır, aril radikalı çoxdursa azalır. Həm amində əsaslıq xassəsi güclüdürsə, daha doğrusu hansı amində əsaslıq xassəsi güclüdürsə, hidrogen ionu daha güclü, əsaslıq xassəsi nə qədər güclüsə, hidrogen ionu daha güclü cəlb edilir və alkil radikalı elektron donor, amma aril radikalı varsa bu elektron akseptor xassəsidir. Ona görə elektrodonor nədir? Elektron verən, elektron akseptor elektron alandır. Nə qədər çox varsa, yəni alkil radikal güclüdürsə, hidrogeni daha yoxcu özünə cəlb edir. Bir də birli, ikili, üçlü aminlərdə əsaslıq xassəsinin müqayisəsi istənilir. Üçlü aminlərdə əsaslıq xassəsi böyükdür ikilidən, ikili aminlərdə də böyükdür birlidən. Aminlər amoniakdan fərqli olaraq deməli havada yanır. Amoniak dediyi havada yanmır, ancaq oksigende yanır. Amma aminlər yanır. Onların da yanma reaksiyası digərlərində olduğu kimidir. Sadəcə digərlərindən fərqli olaraq digər üzvü birləşmələrdə azot yox idi, karbon qazı, su idi. Amma burada karbon qazı, su, eyni zamanda amoniak əmələ gələcək. Daha onu yazıb bərabərləşdirmək bizə baxır. Doymuş aminlərdən deməli harda istifadə olunur? Bir istifadə sahəsini deyim ki, inhibitor kimi istifadə olunur. Inhibitor nə idi? Inhibitor reaksiyanın sürətini azaldan maddələrdir. Doymuş aminlərdən də inhibitor kimi reaksiyalarda istifadə olunur. Daimən yanma reaksiyasını yazmıram. Yanma reaksiyası riyazi olaraq yazıb əmsallaşdırmaq asandır. Özümüz yaza bilərik. Bir dənə bilin ki, aminlər yananda karbon qazı, su nə yanaşı? Deməli, azot da əmələ gəlir. İstənilən maddəni reaksiyanı əmsallaşdırmaq və ya ümumi reaksiyanı əmsallaşdırmaq riyazi olaraq özümüzə baxır. Edə bilərik. Aminlərdən bu qədər mövzu olaraq